Məncə psixoloqun özünün elə psixoloqa ehtiyacı var. O sizi mühakimə edə bilər və məxfiliyi qorumaya da bilər. Məncə o özü yaxşı psixoloq olsaydı heç özü ayrılmazdı, nə də boşanmazdı. Tək qalmaq pis bir münasibətin içində qalmaqdan daha yaxşıdır. Mən düşünürəm ki, psixoloqun uşaqları ideal olmalıdır. Məncə psixoloqun özünün elə psixoloqa ehtiyacı var. Bəli, psixoloqun özünün də psixoloji dəstəyə zaman-zaman ehtiyacı olur və psixoloqlar da psixoterapiya ala bilirlər. Məncə o özü yaxşı psixoloq olsaydı heç özü ayrılmazdı, nə də boşanmazdı. Biri ilə münasibətə davam etmək və yaxud ayrılmaq bu bir seçimdir. Tək qalmaq pis bir münasibətin içində qalmaqdan daha yaxşıdır. Məncə psixoloqun öz ailəsi ilə mükəmməl olmalıdır. Bu yanlış düşüncədir. Həyatda heç kəs və heç nə mükəmməl deyil. İnsana aid olan bütün problemləri və duyğuları hər kəs yaşaya bilər. Sadəcə psixoloqun problemə yanaşması və həll etmə qaydası müxtəlif ola bilər. Mən düşünürəm ki, psixoloqun uşaqları ideal olmalıdır. Psixoloq diktator deyil. Həyatda isə nə mükəmməl valideyn, nə mükəmməl ailə, nə də mükəmməl bir uşaq yoxdur. Böyüyərkən bütün uşaqlar müxtəlif problemlər yaşayır. Onlar bu problemlərlə üzləşməsə, həyata öyrənə bilməz. Valideynlər isə peşəsindən asılı olmayaraq hər bir uşaqla bu həyatı yenidən öyrənir. Məncə psixoloq elə məsləhət verən şəxsdir. Bir psixoloq MDR, koqnitiv davranış terapiyası, sxem terapiya, gestalt terapiya kimi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmuş müxtəlif terapiya üsulları ilə psixoterapiya apara bilər. Məncə bir dostluqla dərdləşmək insan üçün psixoloqa getməyi əvəz edər. Dostla söhbət emosional dəstək üçün əladır. Lakin bu terapiya deyil. Dost subyektivdir, öz təcrübəsi ilə danışır, o sizi mühakimə edə bilər və məxfiliyi qorumaya da bilər. Psixoloq isə obyektivdir, məsələyə elmi metodlarla yanaşır, sizi mühakimə etmir, məxfiliyi qoruyur və neytral qalır. O bir növ əlində çıraq tutan bələdçi kimidir.